Kütləsi 5 kiloqram olan cismin koordinatının zamandan asılılığı x bərabərdir 5 plus 2t plus 0,5t kvadratı şəklindədir. Hansı zaman anında cismin impulsu 50 olar? Deməli, impuls üçün düsturu yazsaq, P bərabərdir M vur V. Buradan V-ni tapanda P bölünsün M. Yəni 50 bölünsün 5, sürətin qiyməti olur 10. Deməli, kütləsi 5 kiloqram olan cismin impulsunun 50 olması üçün sürəti 10 olmalıdır, 10 metr böl saniyə. İndi koordinat tənliyini yazsaq, bura x bərabərdir 5 plus 2t plus 0,5t kvadratı. X-in tənliyi ümumi şəkildə belədir. X bərabərdir x0 plus v0t plus at kvadratı bölünsün 2. Deməli, t-nin əmsalı başlanğıc sürətdir. Başlanğıc sürətin qiyməti 2-dir. T kvadratın əmsalı a bölünsün 2-dir. Onun yerində 0,5 durur. Deməli, a bölünsün 2, 0,5 isə, deməli, təcilin qiyməti olur 1. Bərabər təcilli hərəkətə sürət tənliyini yazsaq, v bərabərdir v0 plus at. Deməli, impulsun 50 olması üçün sürət 10 olmalı idi. Başlanğıc sürətin qiyməti 2, təcilin qiyməti 1 vurulsun t. Buradan da t-yə tapasıyıq 8 saniyə. Deməli, 8 saniyə sonra sürət 10 olacaq, impulsun qiyməti 50 olmuş olacaq. Burada sürəti koordinatın törəməsi şəklində də tapa bilərik. Yəni 5 plus 2t plus 0,5t kvadratının törəməsi, 5-in törəməsi 0, t-nin törəməsi 1, 2-yə vuranda 2t kvadratının törəməsi 2t, 0,5-ə də vurduğumuzda t. Yəni sürət tənliyini buradan da 2 plus t şəklində tapmaq olur.